Əziz dostlar, davam edirik və dəyərli qardaşım, dəyərli dostumuz Meyxana ustadı Akif gördüm. Xoş gəldin qardaşım, sən xoş olasan. Düzdür, hər zaman qürbətdədir. Yəni alınmır, amma bu da ki bir ekskluzivdir ki, oynar bir bizim limoloji çəkilişimiz alındı. Salamlayıram sizi. Orada toyları izləyirəm ilk öncə, onu deyim ki, maşallah meyxana toyları yaradırsan, əjdaha kimi qəşəng. İnşallah ki, yəqin bir gün bizə qismət olar. Orası çəkilişə gələcəm. Dostlarımız düz bir iki dəfə dəvət edib alınmayım, amma bir dəfə inşallah istəyirəm ki, oradan bir qürbətdən bir maraqlı meydan hazırlayaq. İnşallah mən dəvət edəcəm İnşallah. Buyur əziz qardaşım. İzləyiciləri, Allah köməyimiz olsun. Hər bir ünvanda yox, bu gün bura mən gəlməyə bilməzdim. Çünki aydımızın Allah rəhmət eləsin. Dostlarımızda oldu, yerdə çalandığımızda oldu, bəxti şahiddir. Bugün buradayıq, vətəndəyik, xoşdur. Amma Moskvada da, Rusiyada da biz bu meyxana məclislərini əldən verməyirik. Burada olan qardaşlarımızı da dəvət edirik. İnşallah sizi də dəvət edəcəyik. İnşallah. İşlərimiz olacaq. Şəxsən özüm sənə söz verirəm. Dəvət edəcəm. İnşallah bu yaxınlarda qardaşlarımız gələcəklər. Xəbər edəcəklər. İnşallah. Var olasın. Allah səni var eləsin. Hər zaman gözəl günlərdə. Mən səni həqiqətən izləyirdim. Həm sənəti qoydum bir kənara, sənin mədəniyyətinə, insanlığına hər zaman belə necə deyərlər, hörmətin var. Allah səni var eləsin. Öpürəm səni. Allah var eləsin.